Deməli, burada süddür, qaymaqdır, taxildir, deməli, nişastadır, nişastə. Nişastə yox, nişasta. Bu günlərim sizinlə çox gözəl, balqabaqlı, qaymaqlı, südlü, belə gözəl desert hazırlayacağım. Deməli, burada süddür, qaymaqdır, taxildir, deməli, nişastadır, şəkər tozudur və balqabaq əlbəttə ki. Baxaq, görək necə alınır. Bir 50 vıraq başlayaq işimizə. Biraz balqabağı. Aha, belə. Deməli, bunun içini təmizləyib. Bu şəkildə deməli təmizləyirik. Doğrayıb 1 kiloqram götürüb bura qoyub, üstünə şəkər tozu əlavə edib, su əlavə edib qoyuruq pişməyə. Bu qədər. Vaxtınızı çox almayın. Çox lazım deyil bu hissəsi bizə. Bu belə olmalıdır. Bax belə. Düz 1 kiloqram. Balqabaq çox qəşəngdir. Dadına baxdım, şirindir. Deməli, bax, təmizlədik, qoyduq bura. Üzərinə şəkər tozu əlavə edirik. Burada 200 qramdır. Və biraz su əlavə edək. Bu qədər bəsdir. Nəzərə alaq ki, biz bunu buxar konversiya sobasında pişiririk. Ona ehtiyac yoxdur. Çünki biz tam buxarla bunu hazırlayacağıq. 100 dərəcəyə qoyum. Rütubət də 100. Belə. Arasa bir 30-40 dəqiqə bəs eləyəcək bizə. Deməli, biz bizim desertimizin kremini hazırlayırıq. Bu süddür burada. Təxminən 1 litrdir. Bunun 800 qramını bura əlavə edirik. Bura şəkər əlavə edib və bunu pişiririk. Belədir ana. Mətbəxdə əsas pis nətərdir? Yəni, belə alətlərin, zadın, şəraitin yaxşı olmasıdır. Belə ələlxüsus, belə bir buxar konversiya sobasındadır. Yəni, özümü fikirləşmirəm da, yəni, operatorlar da, yəni, operator qardaşlarımız da fikirləşirik. Deməli, sütü əlavə eləyib, gördüyünüz kimi, nişastanı az-az əlavə eləyirsiniz ki, belə düyünlər əmələ gəlməsin. Gördüyünüz kimi, yəni 800 qram süt, 200 qram şəkər biz burada hazırladıq. Qıraqda biz bu nişasta un və 200 qram da süt. Aha, qaynadı. Aha, deməli, qaynadığı vaxtda biz həmən bunu əlavə edirik. Bax, bura əlavə edirik. Biz bunu niyə qıraqda edirik ki, bu dibinə yapışmasın. Temperaturu az qoyduq, görürsün, qatılaşdı. Tamam. Görürsünüz, bax, tam hazırdır. Neçənci dəfə hazırlayırsınız? Belə deyim də, həftədə 3 dəfə tutdu. Birinci dəfə. Soyandan sonra da biraz da özünü tutacaq, bərkiyəcək. Wow! Dəhşət. Gözəl. Hər etapda bir 50-50 vurmalısan ki, belə də yəni desertin gözəl alınsın. Deməli, şəkərli vanili əlavə edirik. Qaymaq 30%'dir. Aşağıdan biz qoyacağıq bu pişeniyəni biz ilk öncə əzək hamısını. Belə rahat şəkildə əzilir. Bunu yəqin ki görmüsünüz, bununla piti əzirik biz. Amma qəti icad yoxdur. Sonra deyirsiniz piti gəlir. Bu işləyəli. Oradan blender gətir. Bu nə də? Çəkilsən. Söndür kamera. Onlardan bir şey çıxmadı. Anam çox gözəl instrument verib də. Əllərimiz. Hərəsinə bax bir qaşıq nazik belə əlavə edirik. Deməli hərəsinə bir abugərdən deyirlər buna. Çömçə. Palovnik. Bir dənəsi olsa bəs eləyir. Belə əlavə edirsiniz. Tam
Belə görürsünüz. Nətər oldu. Əla. Qaldı biraz. 2 dənə də əlavə eləyəcəm. Wow, wow. Dəhşət. Ay bu nədir? Ay bu nədir? Süzə. Süzə. Sağ olun. Balqabaq hazır oldu. Gördüyünüz kimi bax belə. Gözəl buna kərə yağı da əlavə edirik. Bu qədər. Yenə də dadımıza instrument gəlir. Artıq hazırdır. 12 ədəd çıxdı və balqabaq bizim püresini üzərinə əlavə edirik. Belə. Biraz ehtiyatlı. Yaxşı olardı ki, torbaya doldurub eləsiydiniz. Torbamız yoxdur. Çünki biz heç kimə torba tikmirik. Üzərini azca örtsə, gərək balqabağı biraz çox eləyərdik. Deməli, 12 dənə çıxdı. Gördüyünüz kimi 1 kiloqram balqabaq, 1 litr süt və reseptini mən sizə yazacağım. İndi tahin üzərinə əlavə eləyirik. Bax, belə. Çox yox, belə azca. Üzərinə biraz nar əlavə eləyirik. Bax, belə. Hərəsinə 1, 3, 5 dənə. Əliniz deyəsən az öyrək. Hə, inandırım. Belə azca öyrəşməmişəm. Sütlü, qaymaqlı, balqabaqlı desertimiz hazırdır. Yaxşı olar ki, 1-2 saat qalandan sonra dadına baxa bilərsiniz. Mən aslında 20 dəqiqə gözləyəcəm. Soyuducuya bura yığım. Aha, bu soyuducuya belə yığaq biz bunu. Bir qalsın, 20 dəqiqə, yarım saat. Sönüb. Ev yoxdur, biz də balaca siqarımızı çəkək. Sonra dadına baxaq, görək necə alınıb. Qar da yağır. Nə gözəl. Yadımdadır 5 il öncə 9-20'si fevral, deməli 2020-ci ildə həftənin 3-cü günü idi, bələdiyyə seçkiləri idi. Bax, bu qədər qar var idi. Həmin kadrı sizə göstərərəm. İndi gəlin dadına baxaq, görək necə alınıb. Bax, belə, görürsünüz. Rəngbərəng. Buradan belə götürürük. Ay, nə gözəl. Wow. Çox möhtəşəm. Biz biraz az saxladıq. Biraz da çox qalandan sonra bunu belə bir dondurma kimi belə vurursunuz. Bax, belə. İndi də yaxşıdır. Amma biraz da özünü tutmalıdır. Siz də hazırlayın. Sizdə də bundan daha gözəl alınacaq. Sağ olun. Canınız sağ olsun. Davay, götürün bunları yiyin. Davay. Elnur, davay.